Deməli bu günləri mən Dərnəgüldən Üzün Nərimanov gedirdim motosikletlə. Yolun ortasında belə bir yama gördüm. Yəni yolun ortasında belə bir yama olar. Ayağımı qoymağa hətta qorxurdum ora. Mən ki birdən çökər ora. Dedim mən yox, mən belə qoya bilmərəm burada. Gedim nəsə tapam. Gəldim, yaxınlıqda parkovşik var idi, belə fişkalar qoymuşdu. Yəni fişkanın birini götürdüm. İnşallah ki bu roliki görüb mənə şey eləməz, söyməz. Əsas odur ki maşınlar o yamaya düşməsin. Bura belə ehtiyac yoxdur o fişkalara çox. Apardım nəsə qoydum ora, yamanın qabağına. Soruşuram, ətrafda orada axıran lazatlar var idi. Deyirəm ki, bəs neçə vaxtdır bu yol belədir? Deyirlər, bir həftə olar hardasa. Deyirəm, bəs bu vaxta qədər heç kim fişka zad qoymayıb bura, nəsə qoymayıb ki, cəmaat düşməsin. Özü görüm asfaltdan ki, nə qədər maşın düşüb ora. Yox, deyir, 3 dəfə sən qoyursan. Yəni qəribədir ki, hamı keçib gedir, heç kim ora heç şey qoymur. Yəqin bu savab mənə qalıb da, bu iş mənə qalıb ki, mən gəldim, bunu gördüm, bunu elədim. Elhamdülillah. Allah əcrim verər.